İlham Əliyev Azərbaycanda total nəzarət sistemləri qurur və buna da İsrail şirkətləri dəstək olur. Çox təəssüflər olsun ki, İsrail icması Azərbaycan xalqının yanında deyil, Azərbaycan hökumətinin diktaturanı möhkəmləndirməyinə dəstək olur. Buna çox üzülürəm. Baxın, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Böyük Britaniyada bu ilin mart ayında, 2026-nın mart ayında Palantir şirkəti ilə görüşdü. Palantir şirkətinin baş məsləhətçisini bu ay 2026-cı ilin iyun ayında bu ay Trump baş məsləhətçisi Aleksandr Aldeni Azərbaycana səfir təyin etmək üzrə namizəd göstərib. Baxın, Palantir şirkəti iki sahədə, iki istiqamətdə Azərbaycana yaxınlaşır. Bir, texnoloji cəhətdən, bir diplomatik cəhətdən. Bu Palantir şirkəti kimdir? Kəşfiyyat İdarəsinin, Amerika Birləşmiş Ştatlarının Kəşfiyyat İdarəsinin yaratdığı, İsrail ordusunun tərəfdaşı olduğu, İsrail ordusuna xidmət edən, Amerikan ordusunun kəşfiyyat hissəsinə xidmət edən və ən önəmlisi, mənim üçün ən önəmlisi İCE, yəni Immigration and Customs Enforcement, yəni Miqrasiya və Gömrük İdarəsinin istifadə elədiyi 2025-ci ildə keçən il 30 milyon dollar pul verib aldığı bir xidmətdir. Palantir şirkəti nə iş görür? Amerika Birləşmiş Ştatlarında miqrasiya polisindən, yəni İCE-dən qaçan insanlara nəzarət edir. Kim harda görüşdü, kim hara getdi, onlara ictimai və total nəzarəti göstərib, yəni miqrasiya polisinin işini yüngülləşdirir. Və Palantir şirkəti data analitik şirkətdir. Məlumatları analiz edir və lazım olan şirkətlərə verir. Adi bir insanın başa düşəcəyi dildə izah edeyim. Palantir şirkəti nədir, kimə xidmət eləyir və nə üçün lazımdır? İlham Əliyev bundan necə istifadə eləyəcək? Baxın, təsadüf deyil. Bir, rəqəmsal nazirimiz görüşür. İki, onun baş məsləhətçisini Azərbaycana səfir təyin eləməyə namizəd göstərirlər ki, həmin o Aleksandr Alden diplomat belə deyil, adi şirkətin işçisidir. Baxın, Palantir şirkəti hər bir insanın anlayacağı dildə belə izah edeyim. Ümumiyyətlə, kimin hara getdiyi, kimin kimə pul göndərdiyi, kimin kimə pul köçürdüyü, kimin kimlə görüşdüyünü məlumatlar olaraq yığır, saxlayır. Belə izah edeyim. Azərbaycanda, məsələn, polis ictimaiyyətə nəzarət edir. Kameralarla, ictimai nəzarət kameraları ilə, radarlarla və s. yollara nəzarət edir. Bunu ancaq polis görür. Xəstəxanalarda həkimlər resept yazırsa, bunu ancaq xəstəxana mühiti görür. Banklar sənin pul köçürmələrin, kimə nə qədər pul götürdün, pul köçürtdün, kredit aldın, ev aldınsa, bu sistemlərdə bank görür. Palantir şirkəti bu sistemlərin hamısını birləşdirir. Polisi də, bankı da, xəstəxananı da, gömrüyü də, hər şeyi birləşdirir. Və